Can Azərbaycan. Salam əziz dinləyicilər, İctimai Radionun efirində Can Azərbaycan verilişi başladı. Aparıcınız mənəm Pərvanə Nadir qızı. Bu yaxınlarda yeni bir kitabla tanış oldum. Kitab Dilqəm Əhmədin Milli Hekayələr kitabıdır. Dilqəm bəy Ədəbiyyat qəzetində nəşr olunan məqalələrini bir yerə toplayaraq bu kitabı nəşr etdirib, çap etdirib. Əslində Milli Hekayələr adının alt qatlarında o qədər dərin mənalar var ki, kitabın adı elə birinci adamı cəlb eləyir. Fikirləşirsən ki, görəsən milli hekayələr hansı hekayələrdir? Bu hekayələr bizim folklorumuzla bağlı hekayələrdirmi? Tariximizlə bağlı hekayələrdirmi? Əslində isə milli hekayə anlayışının içərisində mənə elə gəlir ki, istədiyimiz çox şeyi tapa bilərik. Ona görə də qərara gəldim ki, Dilqəm bəyin özü ilə həmsöhbət olaq məhz bu kitab haqqında. Beləliklə qonağımız tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Dilqəm Əhməddir. Dilqəm bəy, xoş gəlmisiniz. Xoş gördük, təşəkkür edirəm dəvətiniz üçün və kitab haqqındakı xoş sözləriniz üçün. Dilqəm bəy, düz 3 ildir ki, sizdən müsahibə almaq istəyirəm. Allah rəhmət eləsin, unudulmaz Gülhüseyn Hüseynoğlu. Bəli. Hər dəfə siz Bakıya gələndə mənə yazırdı ki, Pərvanə xanım, Dilqəm Əhməd artıq Bakıdadır. Amma mən Dilqəm Əhmədə zəng edincə, Dilqəm Əhməd bir də baxırdım ki, artıq Bakıda deyil, Türkiyədədir. Sizin tədqiqatlarınızda mənə elə gəlir ki, Türkiyə arxivlərinin böyük rolu oldu. Yəqin mən bu fikrimdən razılaşarsınız. Milli Hekayələr kitabı və digər kitablarınız da demək olarmı ki, məhz Türkiyədə olduğunuz müddətdə daha da püxtələşdi, daha belə samballı şəkildə oxuculara təqdim olundu? Əlbəttə ki, bu bir mənalıdır. Çünki mən 9 ilə yaxın Türkiyədə yaşadım və həm Türkiyə arxivlərində çalışmaq imkanım oldu, həm mənim mövzularım Azərbaycan mühacirət tarixi olduğuna görə mən Azərbaycanlı mühacirlərin ailə üzvlərindən görüşdüm. Onların həyat hekayələrini birbaşa onların dilindən dinlədim, ailə arxivlərindən istifadə etdim. Eləcə də Türkiyə mətbuatı çox zəngindir. Bizim mühacirlər orada kifayət qədər irs qoyublar. Bu baxımdan mənim son illərdə çıxan 5-6 kitabımın əsas nüvəsi, əsas mayası məhz Türkiyədən əldə etdiklərimdir. Və çünki Azərbaycan mühacirəti daha çox Türkiyə üzərində formalaşıbdır. Orada yaşayıblar, yüzlərlə insanımız yaşayıbdır və olduqca istedadlı, qabiliyyətli insanlarımız olub ki, həm Azərbaycan istiqlal mübarizəsini aparıblar, həm də ki, Türkiyədə elmi baxımdan, ədəbi baxımdan, publisistik baxımdan zəngin irs qoyublar. Bu baxımdan çox böyük bir arxivdə mən çalışa bildim. Milli hekayələr necə yarandı? Əslində adından da göründüyü kimi mən bizim Cümhuriyyət dönəmi olsun, mühacirət dönəmi olsun, o insanların hər birinin fəaliyyəti bizim xalqımızın, millətimizin bir hekayəsidir. Hər bir millətin bir formalaşma, bir uğur hekayəsi olur ki, mənə görə də bizim, yəni Azərbaycan Türk milləti dediyimiz millətimizin formalaşması Cümhuriyyətlə başlayır. Yəni onun taclandırılması əslində Cümhuriyyətlə başlayır və buna görə də o dövrdə baş verən bütün bizim şəxsiyyətlərimizin fəaliyyəti, həyat hekayəsi mənim üçün bir milli hekayədir. Ona görə də bu məqalələr toplusuna bir ad qoymaq lazım gələndə fikirləşdik ki, bunu silsilə şəklində edək və birinci cildi biz çap etdik. Bunlar mənim Ədəbiyyat qəzetində çıxan yazılarımdır və hamısı da təvazökarlıqdan uzaq olsa da deyim ki, orijinal mövzulardır. %90% ilk dəfədir qələmə alınır və qəzetdə böyük rəğbət görmüşdü və kitab şəklində də düşündük ki, hər kəsin evində rahat olsun. Deməli, mən istərdim ki, kitabın içindəki hekayələrdən bir neçəsi haqqında sizə sual verim. Əlbəttə ki, arzu edirəm ki, bu kitabı oxucular özləri alsınlar, əldə eləsinlər, oxusunlar. Məsələn, əziz dinləyicilər, siz kitabda Qəmər Ağaoğluya dair yeni faktları öyrənə bilərsiniz. Mühacirət tarixini məhz məktublardan izləyə bilərsiniz, öyrənə bilərsiniz. Sonra bir çox mühacir ədiblərimiz var ki, onların xüsusi gündəlikləri olub. Həmin gündəliklərdə mühacir həyatları necə əks olunub, özləri bu haqda yazıblar. Bax, həmin o sənədlər məhz Dilqəm Əhmədin tədqiqatlarında üzə çıxıb. Dilqəm bəy, Qəmər Ağaoğlu kimdir?
Mən deyərdim ki, Azərbaycanda xaricdə təhsil almış və xaricdə böyük nüfuz qazanmış Azərbaycanlı qadınların ilk sırasında məhz Qəmər xanım gəlir. Çünki Qəmər xanım düşünün ki, Avstriyada təhsil alıbdı və ondan sonra həyat yoldaşı Məhəmməd bəy və birlikdə Amerikaya yola düşübdür və o Amerikada keramika üzrə, xalçaşünaslıq üzrə professor dərəcəsinə qədər yüksəlibdir və onun orada xeyli kitabı çıxıbdır, davamçıları mövcuddur. Mən bu kitabda onun təhsil həyatı ilə bağlı bir neçə yeni faktlar da əldə etmişdim. Məsələn, onlar Şuşada doğublar. Qarabağın tanınmış bəylərindən Talıbxan bəyin qızlarıdır. Bu onun 3 qızı olubdur. Qəmər xanım, Sürəyyə xanım və Dilşad xanım. Düşünün ki, Dilşad xanım Türkiyədə fizika üzrə professor dərəcəsinə qədər yüksəlibdir. Ege Universitetinin professoru olubdur. Digər qızı Sürəyyə xanım İstanbulda Nişantaşı məktəbində müəllim kimi işləyibdir və İstanbul Universitetində Qarabağ şivəsi ilə bağlı elmi iş yazmış bir xanımdır. Və Qəmər xanım da həyat yoldaşı Məhəmməd bəy də çox qiymətli bir insan idi və ikisi də bərabər Amerikaya getdilər. Məhəmməd bəy Michigan Universitetində professor oldu və İslam incəsənəti üzrə qiymətli əsərlər, məqalələr yadigar qoydu və birlikdə onlar Amerikada yaşadılar və Qəmər xanım mən deyərdim ki, Azərbaycanda unudulmuş insanlardan idi. Təəssüf ki, bizim professor Vilayət Quliyev bir neçə məqalə yazıbdı, onu gündəmə gətiribdi. Bilirsiniz, bizim Cümhuriyyət dönəmində 100 tələbəmiz var idi, amma onlar arasında xanım yox idi. Bu nə ilə bağlı idi? Təbii ki, o vaxtı bir qadının, yəni o vaxtki nəqliyyat vasitələrindən, yəni uzaq yerlərə getməsi müəyyən qədər çətinlik yaradırdı. İndi Qəmər xanım, yəni öz həyat yoldaşı ilə bərabər getdi, yəni onlar ayrıca getdilər. Bir müddət Türkiyədə yaşadılar. Onun irsi mənə elə gəlir ki, tərcümə edilməlidir. Onun ingiliscə yazdığı kitablar bizdə bilinməlidir və həm də onlar yəni Şuşalı olduqlarına görə də bizim üçün çox dəyərlidirlər. Qəmər Ağaoğlu soyadı bəzən çaşdırır. Bəli, Əhməd bəy Ağaoğlu ilə hər hansı bir bağlılığı varmı? Yox. Onun həyat yoldaşı Məhəmməd bəy İrəvanlıdır. O hətta Məhəmməd bəy Cümhuriyyət dönəmində bizim ilk İstiqlal muzeyimizin qurucularından biridir. Hətta Türkiyədə də muzeydə çalışıbdı. Memar Sinan haqqında elmi iş yazıbdı. Yəni çox qiymətli bir şəxsiyyətdir. Yəni bu o həmin Ağaoğlular deyil. Sonra sizin kitabınızda diqqət çəkən məqamlardan biri də yəni mühacirət həyatı keçirən və mühacirətdə vəfat etmiş insanların, cümhuriyyət sevdalılarının ailə üzvlərindən olan görüşlərinizdir. Əlbəttə. Məsələn, ola bilməz ki, siz Qəmər xanımın ailə üzvlərindən görüşməyəsiniz. Təəssüf, onların bacısını mən Azərbaycanda, yəni ki, qalan bəzi ailə üzvlərindən görüşmüşəm. Onlar mənə xüsusən digər, yəni bacısı Dilşad xanım haqqında mənə xeyli zəngin məlumatlar, yeni foto şəkillər veribdi. Qəmər xanımın bir qızı olubdu Amerikada. Bir neçə il qabaq təəssüf ki, vəfat etdi. Gültəkin xanım. Bəli, Vilayət bəy onunla əlaqə qurmağa çalışsa da, amma təəssüf ki, əlaqə yarada bilmədi. Amma Azərbaycandakı ailə üzvlərini tapmışam. Eləcə də onun bacısının övladlarını mən Ankarada tapmışdım, görüşmüşəm. Bəzi xatirələr danışıblar. Ümumiyyətlə mən deyim ki, mən 9 illik bu İstanbuldakı yaşadığım müddətdə onlarla mühacir ailəsi ilə görüşmüşəm ki, onlardan ən böyük bir sərvət qazandığım Əhməd bəy Ağaoğlunun nəvəsi Tekdaş bəylə olan görüşüm idi. Mən ondan 4-5 dəfə görüşdüm və Tekdaş bəy atasına aid, babasına aid böyük bir zəngin arxivi mənə əmanət etdi. Mən onu vətənə gətirdim. İndi mənim böyük bir arzum var ki, əgər işğaldan azad olunmuş Şuşada Əhməd bəyin adına bir muzey təsis edilsə, ev muzeyi, mən təmənnasız şəkildə əldə etdiyim bütün arxivi həmin muzeyə bağışlamaq istəyirəm. Çünki Əhməd bəy biraz onun tarihi şanssız oldu, yəni vətəni ilə bağlı. Çünki Sovet dönəmində qadağan edilmiş şəxs idi. Müstəqillik ilklərində də Şuşa işğal edildi, təəssüf ki, ona görə də Əhməd bəyin xatirəsi Şuşada əbədiləşdirilə bilmədi. Ona görə də indi əsr fürsətidir, əsr zamanıdır və Əhməd bəy kimi böyük bir şəxsiyyətin mütləq şəkildə Şuşada ev muzeyi olmalıdır. Dilqəm bəy, kitabınızı Professor Abbas Zamanovun xatirəsinə ithaf etmisiniz. Abbas Zamanov ədəbiyyatşünas alim olub, tənqidçi olub eyni zamanda, səhv etmirəm ki. Bəli, Abbas. Niyə məhz onun xatirəsinə ithaf etmisiniz?
Bu kitabda mən Abbas müəllimin şəxsi fondundan, yəni ədəbiyyat və incəsənət arxivində saxlanılan fondundan geniş istifadə etmişəm. Abbas Zamanov mənim üçün unikal bir şəxsiyyətdir. Çünki Sovet dönəmində o 60-70-ci illərdə Azərbaycan mühacirləri ilə əlaqələr saxlamış, məktublaşmış, kitab alış-verişində bulunmuş, hətta onları Azərbaycana dəvət etmiş bir şəxs idi. 60-70-ci illərdə artıq müəyyən qədər mülayimləşmə dönəmi idi və düşünün ki, Abbas Zamanovun Azərbaycana dəvət etdiyi şəxsiyyətlər arasında Azərbaycan Cümhuriyyətini Parisdə de facto şəkildə tanıdan Əlimərdan bəy Topçubaşovun rəhbəri olduğu heyətin üzvlərindən Məhəmməd Məhərrəmov da var idi. Yəni Məhəmməd Məhərrəmov 52 il sonra, yəni yarım əsrdən sonra Azərbaycana gəldi. Heyətin ən gənc üzvü idi. Mən kitabda 2 şəkil də vermişəm. Onun Parisdə çəkdirdiyi şəkil və bir də 52 il sonra, yarım əsr sonra Azərbaycana qayıtmış bir Cümhuriyyət xadimidir ki, o ədəbiyyat muzeyini gəzibdi. Eləcə də Rusiya muzeylərinə qiymətli kitablar gətirmişdi, onları hədiyyə etmişdi. O dövrdə düşünün ki, Cümhuriyyət tələbələrindən Mirzə Göygöl, Mirzə Hacızadə idi, yəni gerçək soyadı. Mirzə Hacızadə də Azərbaycana gələ bildi. Halbuki Mirzə bəy Cümhuriyyət tələbəsi kimi məzun olub qayıtmalı idi, amma ölkə işğal edirdi və o da yarım əsrdən sonra vətənə gəldi. Yəni Abbas Zamanov belə bir şəxsiyyət idi. Onun fondu həddindən artıq zəngindir. Mən o fondda çalışdım. Xeyli material, yəni ilk dəfə üzə çıxartdım və onları məqalə şəklində kitaba da daxil etdik. Və düşünün ki, məsələn, Abidin İtir adında bir Azərbaycanlı alim olubdur. Bakıda doğulubdur. 20-ci illərdə İrana gedib ailəsi, daha sonra Türkiyəyə gedibdir. Türkiyədə böyüyübdür və düşünün ki, Abidin bəy Bakı və əsvadı Zeynal Abidin idi. Abidin bəy Türkiyədə hindologiyanın əsasını qoyanlardan birisidir, yəni hindşünaslığın Alman alimindən dərs alıbdır və bu insan Bakıdakı ailəsini axtarmaq üçün bir şəkildə Abbas Zamanova məktub yazıbdır və Abbas Zamanov düşünün ki, bir gedib o Bakıda onun dediyi adresdə onun ailə üzvlərini tapıbdır, onlarla görüşübdür və məlumat veribdir ki, filan kəslər sağdır, filan kəslər vəfat edibdir. Yəni Sovet dönəmini düşünün ki, yəni sadəcə məktub vasitəsilə mümkün idi. O məktublar da senzuradan da keçirdi. Ona görə də bu işıqlı şəxsiyyətin, mərhum professorun xatirəsinə ithaf etdim və mənim planım həm də onun həyat Abbas müəllimin bütün arxivi üzərində geniş bir daha tədqiqat işi yazmaqdır. Yazmaqdır və mən elə gəlir ki, siz Abbas Zamanovun mənəvi varisi özünüzü hesab edə bilərsiniz. Bir siz nə soruşmaq istəyirəm. Bəlkə mənim sualım sizə sadə görünəcək. Baxın, mühacirət həyatı yaşayan insanların arxivlərində işləmisiniz. Onların məktublarını oxumusunuz, onların ailə üzvləri ilə görüşmüsünüz. Onların necə deyirlər, müstəqilliyə olan həsrətləri, vətənlə bağlı nisgilləri, bütün bunları Dilqə Məhəmməd qədər kim yaxşı duya bilər ki? O insanların, o cümhuriyyət sevdalısı olan insanların portretini bizim üçün necə cızardınız? Necə adamlar idi onlar? Bilirsiniz, ayrı-ayrı misallar üzərində desəniz çox yaxşı olar. Əlbəttə, bilirsiniz, yəni bir anlıq düşünün ki, mühacirətdə o insanların bir qismi Azərbaycanda birbaşa dövləti qurmuş insanlar idi. Onlar parlamentdə təmsil olmuşdular, nazir səviyyəsində idilər və həyat evə gətirir ki, onlar Avropanın, Türkiyənin bəzi bölgələrində olduqca kasıb bir vəziyyətdə, ailəsindən uzaq bir vəziyyətdə yaşayırlar. Məsələn, bəzi mühacirlər gedəndə ailələrini apara bilmişdilər, amma bəziləri təəssüf ki, ailələrini apara bilməmişdilər. 1920-ci ildən 30-cu ilə qədər vətənə məktub göndərmək mümkün idi və əllərində, ovucularında orada nə var idisə, nə qazana bilirdilərsə, düşünün ki, ailəsinə göndərirdilər. Məsələn, bəzilərinə məktub gəlirdi ki, tutaq ki, qızın xəstədir, vəziyyətimiz ağırdır, o mühacirətdə nə mümkünsə ona göndərə bilirdi. Amma 30-cu ildən sonra artıq dəmir pərdədir və bütün əlaqələr kəsilir, Sovet İttifaqına girmək, çıxmaq tamamilə mümkünsüzləşir və bunlar düşünün ki, heç bir zaman məlumat ala bilmirlər. Məsələn, mənə hələ də qaranlıqdır ki, görəsən Məhəmməd Əmin Rəsulzadə 37-ci repressiyasında oğlunun öldürülməsini eşitmişdimi?
ailəsinin sürgün olunduğunu bilirdimi? Ola bilsin ki, 2-ci Dünya müharibəsindən sonra gələn yeni nəsil mühacirlər bu barədə ona məlumat vermişdilər. Məsələn, Yusif Vəzirin qısa mühacirət həyatı var, qardaşını itirdi o. Yəni qardaşı bir növ xəstəlikdən vəfat etdi. Eləcə də Almaz Yıldırım məsələn məktublar göndərirdi ailəsinə. Ailəsi əvvəlcə o məktubları qoruyurdu, çarpayının o dəmir kiçik borularının içərisinə gizlədirdilər. Amma daha sonra bu da təhlükəli hal alıb onu məhv etmişdilər. Məsələn, bu yaxınlarda mən çox da bilinməyən bir mühacirin həyat hekayəsini oxudum. Abdullah Sultanzadə adında. Düşünün ki, bu insan Qori müəllimlər seminariyasını bitiribdi. Daha sonra mühacirətdə Praqaya gedib. Yəni Çexiyada təhsil almış, ali təhsil almış mühacirimiz var. Türkiyədə evləndiyi zaman Naxçıvandakı ailəsinə məktub göndərir bir şəkildə. Ailəsi ona cavab yazır, təbrik edir və deyir ki, bir daha bizə məktub yazma. Çünki çöldən gələn, yəni xarici ölkədən SSR-yə daxil olan hər bir mühacirin məktubu o ailənin başına bəla açırdı. Onun sürgün edilməsinə səbəb olurdu. Düşünün ki, yaxını deyir ki, məktub göndərmə. Mən o ailələrlə görüşəndə həmişə nəyə diqqət edirdim? Bir çoxunun evində Azərbaycan bayrağı var hələ də. Onlar danışırdı, özəl günlərdə bayraqlar açılırdı, yığışardılar. Hətta xüsusilə 2-ci Dünya müharibəsindəki Almanların sürətli hücumu qarşısında düşünmüşdülər ki, SSR dağılacaq və hətta deyir ki, bəzilərimiz hazırlıq görmüşdük ki, Bakıya qayıdacaq. Hətta mən Almaz Yıldırım haqqında bir türk müəllim yoldaşının xatirəsini tapmışdım. 2-ci Dünya müharibəsilərində deyir ki, Almaz Yıldırım mənə dedi ki, övladlarımı, ailəmi sənə əmanət edirəm. Biz tezliklə Bakıya qayıdacağıq. Mənim orada mülklərim var idi. İnşallah ondan sonra səni də dəvət edəcəyik. Yəni ki, mühacirlər ölən günə qədər SSR-nin dağılacağına, Azərbaycanın yenidən azad olacağına inanırdılar və bu inanc da boşuna olmadı görünür. Təəssüf ki, demək olar ki, yəni %90% o günü görmədi. Yəni 70 il böyük bir məsafə oldu. Evə ailələr var ki, hələ də Azərbaycanlı kimliyinə sahibdirlər. Yəni mən evə ailələr çox gördüm. Evəsi var ki, sadəcə atasının, babasının Azərbaycanlı olduğunu qəbul edir, amma özünün artıq ki, Türkiyədə yetişdiyini, daha yəni yerli bir vətəndaş olduğunu hesab edir. Mən xoşbəxtəm ki, xeyli insanla görüşdüm. Dilqəm bəy, kimlə görüşəndə daha çox təsirləndiniz? Yəni sizi ən çox təsirləndirən görüşlər hansı oldu? Məni ən çox Əhməd bəyin nəvəsi idi, Tekdaş bəy. Mən onunla görüşəndə bir yaşı... Əhməd bəy Ağaoğlunun? Bəli, onun nəvəsi, yəni oğlu Səməd bəyin oğlu Tekdaş bəy. Mən onu görəndə 80-dən çox yaşı var idi. Biraz unutqanlığı yaşdan bağlı yaranmışdı. Məsələn, biz bir neçə dəfə görüşəndə təbii ki, bu insanlar Azərbaycandan gələn hər bir kəsə qapılarını açırlar, amma güvən məsələsi də olur. Məsələn, biz bir neçə dəfə görüşdük, əvvəlcə arxivi göstərməməyə çalışırlar, amma böyük misafirpərvərlik göstərir. Amma tədricən biz məramımızı izah etdikdən sonra onlar bizi başa düşürlər və tədricən xəzinənin qapısını açırlar. Məsələn, Tekdaş bəylə bağlı nə olmuşdu? O hər dəfə görüşəndə deyirdi ki, mən atam Səməd bəy, Əhməd bəyin oğlu xəstələnəndə mənim biblərim ona isti yoğurt çorbası var idi, adı dovğa idi. Belə bir yemək pişirirdi və bozbaş yeməyi var idi. Mən onları xatırlayıram. Biz də bir jest olsun deyə İstanbulda çətin də olsa biz dovğa tapdıq, apardıq bir dəfə evlərinə. Yaşlı insanlar idi, yedilər, çox sevindilər və ondan sonra düşünün ki, ondan sonra qapını bizə tamamilə açdılar. Yəni ki, evdə hər şeyə baxa bilərsiniz. Biz o evdən düşünün ki, Əhməd bəyin İngilis əsirliyində Malta adasında yazdığı gündəliyi götürdük, vətənə gətirdik. Düşünün ki, Malta adasında ailəsindən uzaqda bir dövlət xadimi günlük gündəlik yazıbdı, qəzetlərdə material çəkibdi. O niyə sürgün olmuşdu ora? Əhməd bəyi, düşünün ki, Əhməd bəy İstanbulda yaşayırdı. Hətta Parisə gedəcək Azərbaycan nümayəndə heyətinin tərkibində idilər və ermənilər elə bir fitnə qurdular ki, həmin vaxt İstanbul təəssüf ki, işğal altındaydı, İngilislərin işğalı altındaydı və ermənilər fitnəsi nəticəsində güya ki, Əhməd bəy erməni soyqırımında dırnaqarası iştirak edibdi və ona görə də Əhməd bəy həbs edib təkcə onu yox, bütün türk, 100-ə yaxın türk xadimini Ziya Gökalpı digərlərlə bərabər onları Malta adasına sürgün etdi və 2 ilə yaxın Malta adasında sürgündə qaldı. Biz o arxivdən Əhməd bəyin Malta adasındakı sürgündəki foto şəkillərini də əldə etdik. Hətta Əhməd bəy ailəsinə məktubunda yazırdı ki,
bu gün çay içməyə çıxmışdıq. Bu otluqda oturmuşduq. O çayı içəndə xəyal məni Qarabağa apardı, Qalaya apardı, Şuşaya apardı. Oradakı günlərimi, qonşularımızı xatırladım. Ona görə də mən bu məktublardır, xatirələrdir, olduqca çox sevirəm. Ən son görüşü mən tamamilə Bakıya qayıtmadan öncə 80 yaşlı atası İrəvanın Talın bölgəsindən olan xan nəslindən bir qadınla görüşdüm. Düşünün ki, Hüseyn xan Talınlı İrəvandan Türkiyəyə mühacirət edib və o qədər bacarıqlı olub ki, qısa zamanda Qars şəhərinin bələdiyyə başqanı olubdur. Qarsdakı Türk xalq evinin, Türk ocaqlarının sədri olubdur və xan əmi ləqəbi ilə Qarsda tanınıbdır. Qadın onun bütün foto şəkillərini, ailə arxivini, məktublarını, hamısını önümə qoydu. Mən başqa xan nəslindən olan bir şəxslə də görüşmüşdüm. Məsələn, o birbaşa İrəvan xanlarının nəslindən idi. Yəni bizim həddindən çox adamımız olubdu. Yəni Türkiyə başda olmaqla Almaniyada, Fransada, Amerikada, düşünün ki, uzaq Argentinaya qədər getmiş bizim insanlarımız oldu. Bəli, Argentinada bizim Cümhuriyyətin 2 zabiti yaşayıbdı. Vəli bəy Yadigar və Musa Yusifzadə adında. Onların ailə üzvləri var Argentinada? Vəli bəy sonralar qızı yaşayırdı son illərə qədər, Polşadaydı və Polşa ordusunda da xidmət etdiyinə görə Polşa hökuməti 90-cı illərdə Vəli bəyin məzarını Argentinadan Polşaya gətirdi və Azərbaycan səfirliyi indi onun məzarında abidə də ucaldıbdır. Yəni, xüsusən 2-ci Dünya müharibəsindən sonra bizim mühacirlərin Amerikaya böyük bir axını var. Orada cəmiyyətlər qurublar, təşkilatlar qurublar. Yəni, bütün dünyaya yayılıbdır. Kitabınız Milli Hekayələr adlanır. Milli hekayələr sözünün altında hürriyyət, cümhuriyyət və mühacirət yazılıb. Hürriyyət, cümhuriyyət və mühacirət anlayışlarını bir araya gətirmisiniz. Bu üç anlayış arasında hansı ideoloji və tarixi bağlılıqlar var? Mənə elə gəlir ki, siz bu üç anlayışı elə-belədən bir araya gətirməzsiniz. Təbii, birinci mən hüviyyət məsələsi çox önəmlidir. Mən Azərbaycanın hüviyyətini əslində bizim ilk milli mətbuatımızın əsasının qoyulması ilə hesablayıram. Çünki hüviyyət üçün birincisi dil faktoru çox önəmlidir ki, Həsən bəy ana dilində ilk qəzetimizi çıxartdı və 1918-ə qədər olan dönəmimiz bizim hüviyyət uğrunda mücadilə dönəmimizdir. Ondan sonra təbii ki, bu mücadilənin şah əsəri olan bizim Cümhuriyyətimiz quruldu 18-20-ci il və ondan sonraki dönəmdə bu Cümhuriyyəti quran insanların mühacirətdəki yenidən istiqlal fəaliyyətidir ki, mən bu ardıcıllıq əsasında nəzərdə tutmuşam. Çünki 70 il ərzində qeyd etdiyimiz kimi bizim böyük bir istiqlal mübarizəmiz dünyanın müxtəlif ölkələrində olubdur. Yəni ki, bir növ ardıcıllıq məsələsində, yəni hüviyyətdir, cümhuriyyətdir və mühacirətdir və inşallah ki, sonradan da 91-dən etibarən də biz yenidən istiqlalımızı qazandıq, müstəqilliyimizi bərpa etdik. Mən bu ifadəni çox sevirəm əslində, rəsmi də o şəkildə adlandırır. Çünki biz müstəqilliyimizi 18-də qazanmışdıq, 91-də bərpa etdik. Xaricdə mühacir həyatı yaşayan cümhuriyyətçilərin ən böyük rolu milli ideyanı yaşatmaqdan ibarət olub da. Siz Əhməd Ağaoğlunun adını çəkdiniz, onun timsalında izah elədiniz. Mənə elə gəlir ki, onlar mühacirətdə də bu ideyanı yaşatdıqları üçün bir sıra problemlərlə üzləşiblər. Mühacir ədəbiyyatı yaranırdı, mühacir mətbuatı yaranırdı, amma ola bilməz ki, onların qarşısında problemlər olmasın. Belə xatirələrlə üzləşdinizmi? Əlbəttə ki, məsələn, bizim mühacirlərin bir qismi SSR ilə Türkiyə arasında olan münasibətlərdən dolayı 1930-cu ildə artıq Türkiyədən çıxmaq məcburiyyətində qaldılar. Və bu insanların üz tutduğu ölkələr arasında bu dəfə Polşa ön plana çıxmağa başladı, Almaniya ön plana çıxmağa başladı və bizimkilər 1930-39-cu illərdə Polşada güclü fəaliyyət göstərdilər və mən bir xatirə oxumuşdum. Düşünün ki,
1939-cu il sentyabrın 1-də Almaniya ilə Rusiya arasında anlaşma nəticəsində Polşaya hücum olur və bununla da 2-ci Dünya müharibəsinə təkan verir və sentyabrın 5-də Məhəmməd Əmin Rəsulzadə, Mirzə Baba Məmmədzadə, eləcə də Krım türklərinin, İdil türklərinin liderləri var idi, Ayaz İshaki və digərləri sentyabr ayının 5-də Varşavadan çıxmaq məcburiyyətində qaldılar və müharibə artıq başlayıbdır, təyyarələr, bombalar atırlar və Ayaz İshaki xatirələrində yazır ki, biz təyyarə səsini eşidən kimi evlərin zirzəmisinə girirdik və böyük gurultu gəlirdi və biz oradan çıxandan sonra bilmirdik ki, bizim bina mı dağılıbdır, yoxsa qonşu bina mı dağılıbdır. Bunlar böyük bir əziyyətlə Rumıniya sərhədinə qədər gəlir və təbii ki, artıq müharibədir. Rumun əsgərləri rüşvət alıb onları ölkəyə buraxırlar və bu şəkildə min bir əziyyətlə Türkiyəyə gələ bilirlər. Eləcə də əlbəttə ki, mühacirətdə yaşamaq çox çətindir. Bir tərəfdən maddi məsələlər var idi, digər tərəfdən də istiqlal mübarizəsini aparmaq lazım gəlirdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Azərbaycanda ikinci yeni mühacir dalğası başladı. Köhnə mühacirlər, yeni nəsil mühacirlər deyə bir anlayış yaranmağa başladı. Bəli. İkinci nəsil kimlər idi? Müharibədə Almanlar əsir düşmüşdü, Alman düşərgələrində yaşayırdılar. Təsəvvür edin ki, elə xatirələr var ki, düşərgələrdə. Məsələn, Azərbaycanlı İrəvəndən olan Cabbar bəy var. Xatirəsində yazır ki, yəni Alman əsir kampından çıxırdın, yəni axşam nə qədər insan ölübdür, qalaq-qalaq meyitlər yığılıbdır. Yanındakı insan vəfat edir, sən onun öldüyünü görürsən, amma özün üşüməyəsən deyə onun üstündəki ədyağı öz üzərinə çəkib bürünürsən. Yəni əsir kampı həddindən artıq fəlakətli oldu və bu insanlar oradan da çıxa biliblər, az bir qismi və onlar da Türkiyəyə gəliblər, Amerikaya gəliblər. Məsələn, sizə Rəsulzadə ilə bağlı da bir hekayə danışır. Məsələn, Almaniyadan onun Türkiyəyə gəliş hekayəsi var. Düşünün ki, artıq Almaniyanın yarı qismi Sovetlər tərəfindən ələ keçirilibdir və oradakı mühacirlər Türkiyəyə gəlmək istəyirlər. Və onların qafiləsi Fransa sərhədinə gələndə rəhbərləri Mustafa Nərmi adında bir türk idi. Və fransız əskəri onları Fransaya buraxmaq istəmir ki, sizin Fransa vizanız yoxdur və siz geri qayıtmalısınız. Geri qayıtmaq nə deməkdir? Bu dəfə yenidən rusların əlinə düşmək idi, bəlkə də güllələnmə, edam, hər şey ola bilərdi. Və ilahi bir təsadüf nəticəsində düşünün ki, o qafilənin rəhbəri Mustafa bəylə həmin fransız əskərin atası Parisdə eyni universitetdə təhsil alıblarmış və fransız əskəri deyir ki, mən bütün məsuliyyəti boynuma götürürəm, sizi Fransa torpağına buraxıram. Yəni bu çox maraqlı bir hekayədir və həddindən çox bu şəkildə hekayələr var. Mən sizə deyim, bizim mühacirlər Türkiyə ictimaiyyətində böyük diqqət, hörmət görüblər. Yəni ki, Əhməd bəy özü Türkiyədə millət vəkili olubdur, universitetin qurulmasında iştirak edibdir. Kemalizmin banilərindən hesab olunur. Türkiyə anayasasının, ilk anayasasının, 1921-ci anayasasının hazırlanmasında iştirak edibdir. Eləcə də universitetlərdə çalışanlar olubdur. Bizim mühacirlərin övladları İstanbul Universitetində təhsil alıblar. Hətta mən sizə bir maraqlı fakt deyim. Bizim Cümhuriyyət tələbələrimizdən Zeynal Əlizadə 33-cü ildə Türkiyəyə gəlir. O Perucada, İtaliyada təhsil almışdı, incəsənət üzrə. Düşünün ki, 33-cü ildə Türkiyəyə gələndə də Türkiyə Cümhuriyyətinin 10-cu il dönümü idi və bu Azərbaycan dönəmində bizim poçmarkalarımızdır, pul nişanlarımızdır, hamısını Zeynal bəy hazırlamışdı. Həm rəssam idi, həm heykəltaraş idi, əlindən hər şey gəlirdi və Türkiyə hökuməti Türkiyə Cümhuriyyətinin quruluşunun 10-cu il medalını ona hazırlatdırır. 33-cü ildə düşünün ki, cəmi bir il sonra 34-cü ildə İran Şahı Rıza Şah Türkiyəyə gəlir, onun videoları var, hətta Azərbaycan dilində danışır, görmüsünüz. Rıza Şahın şərəfinə bir xatirə medal hazırlanır, bir tərəfində Atatürkün təsviri, bir tərəfində Rıza Şahın, onu da Zeynal bəy hazırlayır. Zeynal bəy Namiq Kəmalın təsviri olan medal hazırlayır, İstanbulun fəthinin 400 neçənci il dönümü ilə bağlı medal hazırlayır, Atatürkün büstünü hazırlayır. Yəni bizim belə bir görkəmli insanımız var Türkiyədə. Çox istedadlı insanlar olublar. Və yüzlərlə də Zeynal bəy incəsənət üzərindən məqalə yazıbdır. Mən onları toplamışam, inşallah bir kitab hazırlayacaq. Hətta İstanbul Universitetində rus dili müəllimi kimi də çalışıbdır. Yəni mən maksimum çalışıram ki, bir var bizim hamının tanıdığı mühacirlər, bir də var
böyük xidmət Tanımadıqlarımız. göstərib, amma biz tanımırıq təəssüf ki. Ədalət Tahirzadənin kitabıdır, səhv etmirəmsə 100 tələbə. Bəli, bəli. Məsələn, mən orada o siyahıya baxmışam və o siyahıda elə adlar görmüşəm ki, məsələn, ilk dəfə idi tanış olurdum o adlarla. Siz Zeynal bəyin adını dediniz. Bəli. 100 gəncin, 100 tələbənin neçəsinin taleyi məlumdur, sonrakı taleyi? Mən deyərdim ki, Ədavət bəy oğlu Oğuz Toğrul bəylə birlikdə hazırlayıb o kitabı və böyük bir fədakarlıq nümunəsidir. Çünki orada kitabın bəlkə də bir 50-60 səhifəsi o hadisələri izah edibdir. Yəni ki, bu qanunlar necə qəbul edildi, tələbələr necə yola düşdülər və ondan sonra da kitab 1000 səhifədən çoxdur. 100 tələbənin düşünün ki, hər birinin tarihi, həyat hekayəsi fotoşəkillərlə, sənədlərlə birlikdə verilibdir. Hansı universitetlərdə təhsil alıblar, hamısı detallı şəkildə o kitabda var. Yəni bənzərsiz bir kitabdır və o tələbələrin tarihi belə gətirdi ki, Cümhuriyyət işğal olunduğuna görə onlar bir dönəm çox pulsuz qaldılar. Bu dönəmdə intihar edənlər də oldu və bir şəkildə təhsillərini bitirəndən sonra bəziləri Azərbaycana qayıtdılar. Bəli. Qayıdandan bir qismi repressiyaya da məruz qaldı 37-ci ildə. Alim olanlar oldu onların arasında. Bir qismi Sibirə sürgün edildi. Hətta Sibirdə sürgündə Sovet uranını tapan tələbələrdən oldu, yəni Cəfər Kazımov. Bir qismi mühacirətdə qaldı. Mühacirətdə Azərbaycan İstiqlal mübarizəsini davam etdirdilər. Yəni hər birinin tarihi çox fərqli oldu ki, hamısı o kitabda qeyd olunubdur və düşünün ki, bu insanlardan o zamanlar iltizam kağızı deyirdilər. Yəni bu insanlar təhsillərini aldıqdan sonra vətənə qayıtmalıydılar və 4 il dövlətdə məcburi çalışmalıydılar. Və Avropanın ən böyük universitetlərində, məşhur universitetlərin təhsil alan bu insanlar hökumətdə təmsil olunacaqdılar, dövlət idarələrində təmsil olunacaqdır və bizim düşünün ki, dövlətimiz hansı inkişafa doğru gedəcəkdir. Amma təəssüf ki, tarix belə gətirdi ki, bu hadisə baş vermədi. Çox təəssüf. Əlbəttə, məsələn, düşünün ki, mühacirətdə qalanlardan biri Şuşalı tələbə Hilal Münşi idi. İstiqlal mübarizəsini davam etdirdi, kitablar yazdı, yəni mücadilə göstərdi. Məsələn, İsmail Sarıyar var idi. Mən onun oğlu ilə görüşdüm Ankarada. Qızı, nəvəsi Nilgün xanım tez-tez Bakıya gəlib gedir. Düşün ki, İsmail Sarıyar mühəndis oldu Ankarada və onun oğlu Nuri bəy Türkiyənin ən məşhur universiteti olan Orta Doğu Texnik Universitetinin rektoru olubdur. Yəni qurucu rektorundan biri olubdur. Yəni bu insanlar altın bir nəsil idi, o Cümhuriyyət nəsli. Təəssüf ki, biz onun əziyyətini bəlkə də hələ də çəkirik. Bəhrəsini görmədik. Görmədik. Çox təəssüf. Görmədik. Çox təəssüf. Mən sizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Milli hekayələr. Bu kitabı hardan alsın bizim oxucular? Şəhərimizin bütün mağazalarında var, hamısını əldə edə bilər və biz yəqin ki, imza mərasimi də təşkil edəcəyik və inşallah bu kitabın 2-ci, 3-cü cildləri də olacaq. İmza mərasimində də gəlib əldə edə bilərlər. Ona görə Dilqəm bəy, gəlin belə danışaq. Siz imza mərasimini nə zaman təyin edəcəksinizsə, mənə kiçik bir məlumat verin. Mən də böyük məmnuniyyətlə Can Azərbaycan verilişində dinləyicilərimizə, oxucularımıza çatdırım. Onlar da sevə-sevə sizin imza mərasiminizdə qoşulsunlar ki, bu kitabı əldə etsinlər. Minnətdaram, çox sağ olun və oxucularımızdan da təmənnimiz milli hekayələrimizə sahib çıxsınlar, kitablarımızı alsınlar, oxusunlar, bizə də həvəsləndirsinlər bizi də. Çox sağ olun. Mən sizə dərin təşəkkürümü bildirirəm. Əziz dinləyicilər, Dilqəm Əhmədin Milli Hekayələr kitabı haqqında danışdıq. Qonağımız tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Çapar Milli İrsin Tədqiqi Mərkəzinin sədri, tarixçi Dilqəm Əhməd oldu. Aparıcınız mən idim Pərvanə Nadir qızı. Sağ olun, salamat qalın.